Salam. Hədəfin 11-ci siniflər üçün keçirilmiş sınaq imtahanına baxaq. İkinci sınaq imtahanıdır. 2025-ci ildə keçirilmiş. 66-cı test. Qazan xan islahatları ilə Hülakülər dövlətində kəndlilərin bir yerdən başqa yerə köçməsi qadağan edilir. Bu düzdür. 1303-cü ildə köçmə qadağan edilsə də, amma bu baş tutmur da, yəni kəndlilər köçməni davam etdirir. 2. İstifadəsiz qalan torpaqların bayraq adlandırılmağa başlanması sözünə görə bunu götürmürük. Çünki Hülakülər dövründə bayraq var idi, sırf islahat zamanı yaranmır. Bir də rabitə dayanacaqları, yamların yaradılması, bu doğrudur. Çünki yam var idi orada, hətta yam işçilərinin əhalidən ödənc alması qadağan edilmişdi. Deməli, cavab 1, bir də 3 olacaq. 1, 3 isə D variantındadır. Bir də 4-cü variantda deyir ki, oturaq əhalinin ödədiyi can vergisi Qopçurun alınmağa başlanması. Qopçur əvvəldən var idi, islahatlarda deyildi. Hətta Qazan xan İslamı qəbul edir və özünü Mahmud adlandırır. Bundan sonra can vergisi artıq azalmağa başlayır, get-gedə ləğv olunmağa doğru gedir. 67. Qaraqoyunlu dövləti 15-ci əsrin 1-ci rübünə aiddir. Yəni 1425-ə qədər hadisə götürəcək. Teymurilər dövlətinə asıllığa salması, xeyr, belə bir hadisə yoxdur. B. Dərbəndilər sülaləsinin asılığa salması, bəli, 1412-ci il Kürçay sahilindəki döyüşdən sonra Qaraqoyunlular Dərbəndilər asılı edir. Muş döyüşündə məğlub olması, bu 1467-ci ildədir. Teymurilərin paytaxtının ələ keçirilməsi 1458-ci ildədir. Osmanlı Sultanı II. Mehmetlə diplomatik əlaqələrin yaradılması kimi fikir yoxdur. O zaman cavab olacaq 1-ci rübə aid B variantı. 68-ci test. Xəritədə rəqəmlə verilmiş dövlətlərə aid hadisələr. 2 Fransadır burada. Daha doğrusu bu 3-dür. 3 Fransadır, 2 Rusiyadır, 1 isə Osmanlıdır. Verden müqaviləsinə ilə yaranan krallıqlardan biridir. Bu Fransaya gedir. 3-cü Xaçlı yürüşün iştirakı olub. Bu da Fransaya gedir. Ankara döyüşündə məğlub olub. Bu gedəcək Osmanlıya. 1402-ci ildə məğlub olur. Bir müddət Qızıl Ordunun vasallığında olmuşdur. D gedəcək Rusiyaya. Şərqi Roma imperiyasına son qoymuşdur. Y gedəcək Osmanlıya. Deməli, 3-ə A və B gedən variant tapacaq. Bu da yalnız bir yerdədir. Y variantındadır. 1-ə C-yə gedir. Yəni Ankara döyüşü, bir də Şərqi Roma. Bəli, deməli biz deyən bütün hadisələr Y variantındadır. 69. Daha sonra baş vermişdir. Gec baş verən hadisə tapacaq. Teymurilər dövlətinin süqutu, bu 1507-dədir. Xristian kilsəsinin parçalanması 1054-dədir. Xələcilər sülaləsinin hakimiyyətə gəlməsi 1290-dadır. Terek döyüşünün baş verməsi bu 1395-dədir. Böyük Moğol dövlətinin yaranması 1526-dadır. Deməli, cavab Y variantıdır. 70. Səlibçilərin Konstantinopol tutduğu əsrə uyğun gəlir. Səlibçilər 4-cü yürüşdə Konstantinopol tutmuşdular. Bu da 1202-1204-dən 1261-ə qədər davam etmişdi. Bizə 13-cü əsrdə aid olan hadisələr lazımdır. 1. Paytaxtı marağı olan yeni dövlətin yaranması, bəli, bu Hülakülər dövlətidir. 1258-də Abbasilərə son qoyaraq yaranıbdır. 2. Səlcuq dövlətinin süqutu, bu getməyəcək, çünki Səlcuq 1157-də süqut edibdir. Gəncədə Bəndərin üsyanı 1231-dir, deməli 1-3. Eldənzilərin dövlətinin süqutu isə 1225-dir, Xarəzmşah Cəlaləddin tərəfindən. Son hökmdar Özbəkdir, 1210-25 hakimiyyət illəridir. Deməli, biri də 4 olacaq. Deməli, 1, 3, bir də 4 cavab olacaq A variantı. Gürcü Çar 4-cü Davidin Qəbələ şəhərini ələ keçirməsi isə 1120-ci ildədir. Deməli, bu isə getməyəcək istədiyimiz əsrə. 71-ci testə baxaq. Tarixi proseslərin məntiqi ardıcıllığını tamamlayın. Trabzon imperiyasının süqutu 1461-ci ildədir. Sara Xatunun gedib 2. Mehmetlə müqavilə imzalamasından sonra, Qoylu-Hisar döyüşündən sonra, deməli, dalınca deyir, Bəyşəhir döyüşündə Osmanlı qüvvələrinin qalib gəlməsi və Bəyşəhirdən sonra nə olur? Buna baxacaq. A variantında deyir, Sara Xatun 2. Mehmetlə danışığa gedir. Xeyr, 1-ci Sara Xatun danışığa gedir, sonra Trabzon süqut edir.
B variantında isə deyir, Ağqoyunlu tacirlərin Qara dənizə birbaşa çıxışının itirilməsi. Bəli, 2-yə B gedəcək. Çünki Trabzon itirildikdən sonra Ağqoyunlular Qara dənizə birbaşa çıxışını itirir. 2-yə B isə 2 variantdadır. 4-ə də ya D, ya C gedəcək. 4-ə D-yə baxaq. Ağqoyunlu Osmanlı müharibəsinin növbəti mərhələsinin başlaması, Bəyşəhər döyüşündə Osmanlı qüvvələrinin qalib gəlməsi. D daha uyğundur. 4-ə C-yə baxaq. Ağqoyunlu-Venesiya müqaviləsinin imzalanması. Ağqoyunlu-Venesiya müharibəsi daha əvvəli olmalıdır. 1472-ci ildə. Deməli, 1472-ci ildə Ağqoyunlu-Venesiya müqaviləsi imzalanır. Daha sonra Venesiyalılar Ağqoyunlulara deyirlər ki, siz Qaramanbəyli istiqamətində qalib gələrək Aralıq dəniz sahilinə çıxın, biz sizə silah gətirəcəyik və Ağqoyunlular bunu edirlər, amma Venesiyalılar onları aldadır, heç bir silah vermir. Sonra Bəyşəhər döyüşü olur, Ağqoyunlular orada uduzurlar və daha sonra artıq 1461-ci ildə imzalanmış müqavilə pozulur və növbəti müharibə başlayır. 72-ci test. Dərbənd Əmirliyi ilə Salarilər dövlətinin oxşar cəhəti, xilafətin zəifləməsi nəticəsində yaranmaları biri birdir. 2. Şirvanşahları asılı vəziyyətə salmaları. 3. Slavyanlarla mübarizə aparmaları. Şirvanşahları Salarilər asılı vəziyyətə salıb, amma Dərbənd Əmirliyi o qədər güclü deyildi və asılı hala salmayıb. O zaman biri də 3 olacaq. Çünki Dərbəndə də Slavyanlar hücum edib, Salarilərə də 944-cü ildə hücum edibdir. Bir də Şirvanşahlardan asılı vəziyyətə düşməsi cavabı var. Dərbənd Əmirliyi tamam götürmək olar Şirvanşahlardan asılı olması, amma Salarilər Şirvanşahlardan asılı olmayıb. Əksinə, Salarilər Şirvanşahlar asılı vəziyyətə salıb. O zaman cavab olacaq 1 və 3 C variantı. 73. Osmanlı dövlətinin idarəçilik sisteminə aid deyil. Maliyyə işlərinə dəftərdar nəzarət edir. Bəli. İdarə olunanlar ümumlarla rəiyyət adlanır. Bəli, hətta rəayədə yazılırdı bəzən. Vergilərin toplanmasına baş vəzir nəzarət edir. Variant verib. Daha sonra bütün hakimiyyət sultana məxsus edir. Bəli, tamam. 4. Sultanın möhrünü saxlayan baş vəzir Ali Məsləhət Şurası divan tərəfindən seçilirdi. Bu yanlışdır. Deməli, A, B, C, D variantları doğru. Amma vəzirin divan tərəfindən seçilməsi kimi bir fikrə rast gəlməmişəm. 74. Çünki Ali məsləhətçi divandır. Yəni, onlar məsləhət vermək haqqı var idi. 74. Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhlivanın daxili siyasətinə aid olanları müəyyən edin. Daxili siyasətinə, buna diqqət edirik. 1. Paytaxtı Naxçıvandan Həmədana köçürüb, bəli, bu doğrudur. Amma gürcülərlə mübarizə daxili siyasət deyil, ona görə 2-ni götürə bilmərik. 1 olan variantı götürəcək, 2-lər çıxır. Təbriz şəhərini Axsunqurilərin əlindən alması, bu da daxili siyasət deyil, xarici bir qüvvə ilə mübarizədir. Sənətkarlıq, elm və mədəniyyətin inkişafı, bəli, bir də bu olacaq. Cavab 1 və 4 B variantı olacaq. 75-ci test. Verilən şəhərlərə uyğun olan əlamətləri müəyyən edin. Deməli, 2 Gəncə, 1 Təbriz, 3 Marağadır. Gəlin indi bunlara uyğun variantları tapaq. İlk dəfə Rəvadilər dövlətinin paytaxtı olubdur. Bu gedəcək Təbrizə. 1-ə A. 1-ə A, B və Y-də var. Monqol işğalı nəticəsində yeni dövlət yaranmışdır. Bu olacaq Marağa. 3-ə gedəcək B. 1-ə A, 3-ə isə B. Demək, biz Y variantına baxacaq. 2-yə C veriblər, yəni Gəncəyə C. Məziyyətlərin iqamətgahı, bəli, məziyyətlərin iqamətgahı olmuşdur 859-cu ildə. 2-yə C, 3-ə də B, D. 3-ə Marağaya götürübdür Monqol işğalı yeni dövlət, bəli, Hülaki dövləti. Bir də D, Xarəzmşah Cəlaləddin bu şəhəri tutmaqla Axsunqurlara son qoyub, bəli, cavab olacaq Y variantı. 76. Aşağıdakı cədvəldə hadisələrin hansılarının yerini dəyişək texnoloji düz olar? 1. Məşrutə hərəkatının başlanması, bu 1905-ci ildədir. Mazut Konstitusiyası adlanan müştərək müqavilə, bu 1904-cü ildədir. Difai partiyasının yaradılması 1906-cı ildədir. 4-cü Dumaya seçkilər 1912-ci ildədir.
Qafqaz yerli diviziyaları olan Vəhşi diviziya isə 1914-dədir. Aha, indi nəyə dəyişəcək? Məşrutə 5-dirsə, mazut konstitusiyası da 4-dürsə, o zaman 1 ilə 2-ni dəyişirik. Cavab olur B variantı. Müsafir üsyanından fərqli olaraq Xürrəmlər hərəkatına aiddir. Azərbaycanda baş verməsi bu fərq deyil, oxşarlıqdır. Abbasilər sülaləsinin zülmünə qarşı başlaması. Bəli, müsafir çünki 748-də başlayır və Əməvilərə qarşı başlayır. O zaman Xürrəmlər sırf Abbasilərə qarşıdır və 1-2 olacaq. 9-cu əsrdə yatırılması. Bəli, Xürrəmlər 9-cu əsrdə 838-ci ildə daha dəqiq 837-də bəz döyüşündən sonra artıq döyüş yoxdur. 837-də deyək. O zaman cavab 2 və 3 olacaq. Çünki məğlub olması oxşarlıqdır. Azərbaycanda baş verməsi də oxşarlıqdır. Cavab 2 və 3 B variantı olacaq. 78. Hadisələrin səbəb-nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. Paytaxtın Pekinə köçürülməsi nəticəsində Böyük xan ilə ulusların əlaqəsinin dəvləməsi. Bu ola bilər. Teymurun fəthlərinin nəticəsində İpək yolunun zəifləməsi veribdir. İkinci Səlib yürüşünün baş verməsi nəticəsində Konya şəhərinin ələ keçirilməsi verir. 4. Orxan Qazının işğalları nəticəsində Osmanlı arasında Gedənsən Konstantinopola qədər genişlənməsi. Bəli, Orxan Qazının dövründə artıq Konstantinopola qədər gəlib çıxırlar. Deməli, cavab 1 və 4 olacaq. 1 və 4 D-dədir. Dəndənəkən döyüşünün baş verməsi nəticəsində Şərqi Anadolunun Osmanlıların əlinə keçməsi bu yanlışdır. Bu Malazgirdədir. İkinci Səlib yürüşündə Konya ələ keçirilmir və Teymuri fəthləri nəticəsində İpək yolu zəifləmir. İpək yolu Osmanlı fəthləri nəticəsində zəifləyəcək. 79. Şimali Azərbaycanda daha əvvəl baş vermişdir. İcma torpaqlarından nəsli istifadə hüququ verilir A-da. B. Bakı Fəhli Deputatlar Sovetinin təşkili. İndi bunların ilini deyək. C-də heç oxumur yaxşı. Nəysə, icma torpaqlarından nəsli istifadə hüququ 1900-cü il islahatındadır. Dövlət kəndlərinə aid idi. 1903-də də dövlət kəndlərinə aid islahat var. B variantı Bakı Fəhli Deputatlar Soveti. Bu 1905-6-cı illər arasında olmalıdır. B. Sonra 1917-də də yenidən qurulur, 17-nin martında. Bakıda ilk mütəşəkkil tətilin keçirilməsi bu 1903-dədir. Nümayiş 2-dədir, tətil 3-dədir. Qeyrət Partiyası 1905-dədir. İkinci Ümumrusiya müsəlmanlarının qurultayı. Deməli, Ümumrusiya müsəlmanlarının qurultayı 1905, 6, bir də 6 belədir. O zaman ən tez olan icma torpaqlarından nəsli istifadə hüququ 1900-də olanlardır. Çünki digərləri 1905, 6 belə illəri əhatə edir. Deməli, 79-da cavab A variantı olacaq. 80-ə baxaq. 80-də deyir ki, Sasanilər birlikdə Axund dövlətinə son qoyulduqdan sonra müttəfiqlər arasında narazılıq yaranır. İstəmi xan Sasanilərin Axundlara ödədikləri vergini indi Göytürklərə verilməsini tələb edir. Bu tələb onlar arasında müharibəyə səbəb olur. Bəli, bunu mən demişəm uşaqlara. Mətndə haqqında bəhs edilən müharibənin nəticəsini yazın. Nəticədə əvvəlki müttəfiqlər savaşırlar. Göytürklər deyir ki, indi vergini bizə verin Sasanilərə. Çünki Sasanilər Axundlara vergi verirdilər. Sasanilər də bundan boyun qaçırdır və nəticədə Göytürklər gedib Soqdiyananı 571-də tutur. Deməli, cavab Y variantı olacaq. Verilən əlamətlərin aid olduğu dövlət. Slavyanların ərazisində məskunlaşması ilə quldarlıq quruluşu feodalizmin əvəz olunmasını sürətləndirdi. Deyən kimi bilirik ki, söhbət Bizansdan gedir. 6-cı əsrdə orada Slavyanlar məskunlaşıb və quldarlıq quruluşunun feodalizm ilə əvəz olunmasını sürətləndiriblər. Cavab C variantıdır. Digərini də oxuyaq, hər ehtimal. Abbasi xilafətinin dağılması və Bulqar dövlətinin zəifləməsi nəticəsində imperiyanın vəziyyəti bir qədər yaxşılaşır. Bəli, doğrudur. Abbasi xilafəti dağıldıqdan sonra hətta Bizans itirdiyi bir çox əraziləri özünə də qaytarmışdı. 82. Məlik Şah, Xubilay xan və Şahruxa aid üçlü Venn diaqramı veribdir. Baxaq. Demək, burada işğalçı siyasət verir.
İşğalçı siyasət ortaya gedəcək, çünki həm Məlikşahın dövründə Suriya, Ankara, Konya, Fələstin, Qaradəniz, Qaraxanlılar, Qəznəlilər tabe edilmişdi. Xubilay xan dövründə Yuan sülaləsi başlamışdı hakimiyyəti və o Pekini deməli paytaxt etmişdi. Eyni zamanda o Cənubi Çinə qədər sərhədləri çatdırmışdı. Şahruxun dövründə də təbii ki, Teymuri işğalları var idi. Adicə Şahruxun elə Qaraqoyunları tabe etməsini də misal göstərmək olar. Çünki 1421-ci il Alaşkert döyüşündə, 1435-ci il Təbriz döyüşündə Qaraqoyunlu İskəndəri məğlub etmiş və 1447-yə qədər Qaraqoyunları özündən asılı vəziyyətə salmışdı. O zaman işğalçı siyasəti ortaya götürürük. 4-də D. 4-də D-ni əgər götürürüksə, deməli biz B variantına da baxaq. Görək B ortaya gedirmi? Bəzi bölgələr, xeyr, B ortaya getməyəcək. Çünki bu tacir rüsumları Məlikşaha gedən hadisədir. O zaman 4-də D və Y-yə baxaq. Paytaxt şəhərin dəyişdirilməsi bu gedəcək. Cavab Y variantı olacaq. Yoxlayarıq yenə də. Çünki Xubilay xan paytaxtı Pekinə köçürür. Məlikşah Səlcuqların paytaxtını dəyişdirir. Demək ki, Nişapur, İsfahana, 3-cü paytaxt İsfahana köçürdü. Şahrux isə paytaxtı Herata köçürmüşdü. Digərlərinə hər ehtimal baxaq. Məsələn, 1-ə B. Bəzi bölgələrin tacirləri, bəli, Məlikşah tacirləri rüsumlardan azad edir. 2-yə C. Çində yeni sülalə, bəli, Yuan sülaləsi yaranır Xubilay dövründə. 3-ə A. Qızıl Ordu dövləti ilə münasibətlərin qurulması. Bəli, bu da gedəcək. 4-də də D-yə baxdığımız kimi deməli cavab Y-dir. 83-cü test. Xronoloji ardıcılığı müəyyən edin. Hindistanda kasta quruluşunun yaranması. Bu eramızdan əvvəl 12-11-ci əsrlərdir. Yunanistanın Aralıq dənizi hövzəsində hakim dövlətə çevrilməsi. Bu Yunan-İran müharibələrindən sonradır. Deməli 500 və 500-cü ildə başlayır. 479-cu il Plateya döyüşündən sonra da 30 il davam edərək 449-da başa çatır. Deməli, eradan əvvəl 5-ci əsr belə götürək. Və Akkad imperiyasının süqut etməsi də Kutilərin hücumu nəticəsində 3-cü minillikdədir. O zaman birinci biz 3-ü götürəcəyik, daha sonra 1-i, daha sonra isə 2-ni. 3, 1, 2, 83-də. 84. Mehranilər sülaləsinin hakimiyyətdə olduğu dövrə uyğun gəlir. Mehranilər deyəndə həmişə mən Cavanşirgil deyirəm uşaqlara ki, yəni Cavanşirin atası Varaz Qriqor, Cavanşir özü və ondan sonra Varaz Tridatın adı çəkilir, qardaşı oğlu. Hakimiyyət 630-da başlayır, 705-ə qədər Albaniyada başa çatır Mehranilər. Və biz indi bu hadisələrə uyğun. Kadisiya 636-dadır. Deməli, Kadisiya düşür Mehranilərə. Sonra 2-ci Həştadsər. Bu Həştadsər Həmədan döyüşləri Babəkə aiddir. Bu düşməyəcək. 3-dədir Cərmidan. Cərmidan döyüşü 642-ci ildədir. Bu da düşəcək Mehranilərin dövrünə. 1, 3. Bir də Bələncər. Bələncər də 643-653-də 2 dənə Bələncər Ərəb-Xəzər müharibələrindədir. Bu da düşür. 1, 3, 4 olacaq cavab. Çünki Didqori döyüşü heç 1121-dədir. Mehraniləri görmür. 85. 7-ci əsr Ərəb, 11-ci əsr Böyük Səlcuq dövlətinə aid olan oxşar cəhətləri müəyyən edin. Bizans dövləti ilə mübarizənin aparılması. Bəli, Ərəb-Bizans müharibələri var. Böyük Səlcuq da Bizansla döyüşübdür. Malazgirt döyüşü 1071-ci ildə. Deməli, biri götürürük. Hindistanın şimal-qərbində ərazi işğal etməsi. Ərəblər tutubdu Hindistanın şimalını. Amma biz Səlcuqun Hindistanın şimalını tutduğunu görmürük. Paytaxtın dəyişdirilməsi. Bəli, ərəblərdə də paytaxt dəyişdirilməsi var. Dəməşqə köçürülür 661-ci ildə paytaxt. Bu da 7-ci əsrdir. Böyük Səlcuq dövlətində də dəfələrlə Nişapur, daha sonra Rey, daha sonra İsfahan paytaxt dəyişibdir. Azərbaycana hücumu da götürürük. Çünki ərəblər də hücum edibdir. Səlcuqlar da hücum edibdir. Amma İslam dininin qəbulunu, məsələn, ərəbə götürsək də, Səlcuqlar elə yaranandan müsəlman olduqları üçün götürmürük. 86. Qərbi Roma imperiyasının tarixi ilə bağlı olmuşdur.
olanları seçin. 1. 4-cü əsrin 30-cu illərində paytaxt dəyişir. 330-cu ildə bu zaman Roma imperiyası bölünməmişdi. İmperiya 395-də bölünəcək. Ona görə 1 getməyəcək. 2. 5-ci əsrin 50-ci illəri Avropa Hun dövləti ilə toqquşma, yəni Katalan döyüşü. Deməli, bu gedəcək. Çünki 395-də bölünüb, 451-də də Katalandursa, o zaman bu gedir. 3. 4-cü əsrin 2-ci 10 ilində xristianlığı, 313-cü ildə xristianlıq dini qəbul edilir. Amma bu Qərbi Romaya aid deyil. Çünki dediyim kimi 395-də bölünəcək. O zaman biri də 4 olacaq. 5-ci əsrin 50-ci ildə vandalların hücumu, bəli, elə əsri veribdir də, rahatdır. Yəni bizə qalır ki, tapmaq, sadəcə Qərbi Romanın nə vaxt olduğunu bilmək qalır uşaqlara. Kaş elə imtahanda da belə olsun. Deməli, bir də 4-ü götürəcək. Vandalların hücumu da 455-dədir. O zaman da Qərbi Şərqi Roma olubdur. Var idi. 87. Uyğunluğu müəyyən edin. 19-cu əsrin son rübü və 20-ci əsrin ilk rübü. Deməli, yararsız olan torpaqların kəndlərin mülkiyyətinə pulsuz keçməsi deyir A variantı. B variantı, dünyada ilk dəfə tanker tipli gəmilərdən istifadə olmağa başlanması. C variantı, neftin çıxarılması və emal edilməsində yeniliklərin tətbiqinə başlanılması. D variantı, Şamaxı və Dərbənd quberniyasında mövcud olması. İlk dəfə Azərbaycana muxtariyyət verilməsinin tələbinin irəli sürülməsi. Bir dənə bu testi baxacağam. Deməli, A variantı, yararsız torpaqların kəndlərin mülkiyyətinə pulsuz keçməsi. Bu 1912-1913-cü il. Demək, bu 1912-1913-cü il islahatıdır. Demişdik, orada torpaqlar verilirdi, məcburi satın alınmalıydı. Nizamnamədə göstərilən torpaq alınırdı, yararsız torpaq kəndlilərə pulsuz verilirdi. Eyni zamanda əgər verilmiş torpaqda bağ yeri var idisə, bu da kəndlinin öhdəçiliyinə deməli pulsuz keçirdi. Söhbət sahibkar kəndliləri haqqında 1912-13 islahatından gedir. Torpaqların məcburi satın alınması haqqında islahat da deyilirdi buna. Deməli, bu gedəcək 20-ci əsrin ilk rübünə. A gedir 2-yə. Dünyada ilk dəfə tanker tipli gəmilərdən istifadə olmağa başlanması. Bu isə 1878-dədir Azərbaycanda. Deməli, bu gedəcək 19-cu əsrin son rübünə. Eyni zamanda orada tək tankerlər deyildi. Boru kəməri də var idi və 1880-ci ildə isə dəmir yolu var idi neft müəssisələri arasında. Bunlar da ilkləri idi. Daha sonra Şamaxı və C variantı, neftin çıxarılması və emal edilməsi yeniliklərinin tətbiqi. Xeyr, bu 1848-ci ildə artıq yeniliklər var idi də, buruq üsulu ilə neftin çıxarılması. Ona görə C qıraqda qalır, başlanması dediyinə görə. D variantı, Şamaxı və Dərbənd quberniyaları mövcud. Bu yanlışdır, çünki Şamaxı quberniyası 1859-da zəlzələdən sonra artıq Bakı quberniyası adlanır. Ona görə D də qıraqda qalacaq. Y. İlk dəfə Azərbaycana muxtariyyət verilməsi tələbinin irəli sürülməsi isə 1905-11-ci illər deməli, 1905-11-də deyil. Bir dəqiqə, ilk dəfə Azərbaycana muxtariyyət verilməsi tələbinin irəli sürülməsi partiyalardan birinin tələbi idi. O 1905-ci ildə yaradılmış Qeyrət Partiyasının tələbi idi. O zaman yeni də götürəcək 20-ci əsrin ilk rübünə 2-yə. Uşaqlar üçün mürəkkəb testdir. Deməli, Qaraqoyunlu dövlətinin yüksəlişi Teymuri Şahruxu narahat edirdi. Qara Yusif Teymurilərdən mühüm ticarət məntəqələri olan Sultaniyə Qəzvini geri alması ilə barışmayan Şahrux onunla bir neçə dəfə döyüşsə də uğur qazana bilməmişdi. Şahrux Qara Yusifin bütün Azərbaycanı nəzarət altına almasına qarşı çıxdı. Şahrux böyük ordu ilə hücuma başladı. Bu xəbəri alan Yusif öz ordusu ilə ona qarşı hərəkət etdi. Nəsə burada heç yaxşı oxunmur. Lakin hələ yolda olarkən xəstələnib ölür. Bəli, Qara Yusif 1420-ci ildə ölür. 10-cu ildən dövlət idarə edir, 10 il idarə edir. Uzun Həsən də 10 il idarə edir.
Şahruxun ordusu müqavimətə rast gəlmədən Qarabağa daxil olur. Alaşkert vadisində baş verən döyüşdə Qaraqoyunlu hökmdarı Qara İskəndərin dağınıq hərbi dəstələri Teymuri qüvvələri tərəfindən məğlub edilir. Döyüşün adını verib Alaşkert vadisində. Bəli. Sonra soruşur. Mətndə danışılan döyüşün ilini qeyd edin. Bəli, döyüş 1421-ci ildədir. Alaşkert döyüşü İskəndərlə Şahrux arasındadır. Hətta Şahruxa Şirvanşah 1-ci Xəllullah da kömək edirdi. Xəllullah 1417-dən 1462-yə qədər Şirvanşahları idarə edibdi. Tarixi biliklərinizə əsasən mətndə bəhs olunan hadisələr zamanı Qaraqoyunlu dövlətinə qarşı Teymurilərə kömək edən qüvvələrin adını qeyd edin. Aha, bunu elə mən bayaq dedim. Qaraqoyunlu dövlətinə qarşı Teymurilərə Şirvanşah hökmdarı 1-ci Xəllullah kömək edirdi. 90. Tarixi biliklərinizə əsasən Azərbaycana hücum edən Şahruxun yürüşünün ən azı 2 nəticəsini yazın. 2 nəticə odur ki, İskəndər məğlub edilir, İskəndər Kiçik Asiyaya qaçıb gedir və onun hakimiyyəti başa çatır və Şahrux özünə sadiq olan Cahanşahı hakimiyyətə gətirir, Qarayüsün kiçik oğlunu və Cahanşah Şahruxun ölümünə qədər onun vassalasılığında qalır və 1447-ci ildə Şahrux öldükdən sonra artıq Cahanşah ölkəni müstəqil elan edir. Hətta bundan sonra o 1458 və 1458-ci ildə Teymurilərə hücum edir və Teymurilərin paytaxtı Herat şəhərini tutur və onun davamı da var. Bu qədər. Dinlədiyiniz üçün sağ olun.